Sabahınız xeyir, gözəl Azərbaycan xalqı, vicdanlı məmurlar. Bəlkə bizim səsimizi eşidərlər. Bizim deyəndə bu xalqın səsini eşidər. Bu 2-3 dənə binalar tikilir. Binalar tikiləndən sonra həmən ərazini hasara alırlar. O yandakı, o biri küçədəki insanların kilometrlərlə uzaqlardan adlanıb şəhərə, bazara getməyə məcbur olur, vadar olur. Nə olur bu kənardakı insanlara yarım metrlik gedəcək bir qapı qoyulursa və yaxud giriş qoyulursa, bu nə olur? Vətəndaşlar məmurların acığına, bələdiyyənin, icranın acığına hər yeri zibilləməyə başlayır. Məmurlar onların acığına hər yeri qapadır. Bu nə bir yanaşmadır, bu nə bir anlayışdır, necə bir hərəkətdir, onu anlamıram. Başqa ölkələrə gedirik, hər tərəf tərtəmiz olan zibilləri təmizləyirlər, əgər varsa. Yoxdursa da çiçək əkir, ağac əkir, yaşıllaşdırır, gözəlləşdirir. Bu da Azərbaycan məmurunun yanaşması və əhaliyə, vətəndaşa şəhərə keçməyə yol vermir. Əhali məcburdur kilometrlərlə uzaqlardan fırlanıb gedə. Onun acığına vətəndaş da hara gəldi zibil atır. Baxın, baxın yol kənarları. Bu təhlükəli bir yer deyil, dəmir yolu keçir. Yox, dəmir yolu keçmir. Əhali dəmir yolun bəri hissəsində olanlar da keçə bilmir. Baxın, baxın, belə biabırçılıq olar. Bu xalq əziyyət çəkir, zəhmət çəkir. Belə olmaz. Bu xalqa xidmət eləmək üçün bu məmuru prezident seçib bunları. Bu məmurlar da insanları belə əzir, saymır. Nə olacaq bura gətirib bir dənə zibil yeşiyi qoysa, vətəndaş da o zibili yeşiyə atsa, baxın, bu təmiz biabırçılıqdır. Buradan səslənirəm Xırdalan şəhər bələdiyyə rəhbərinə, icra məmurlarına, bu əhalinin bu vəziyyətini nəzərə alsın. Buralardan çox yox, yarım metrlik bir insan keçəcək halda bir qapı qoyulsa, bu vətəndaşlar da oradan istifadə eləsə, buraları da tərtəmiz abadlaşdırsaq, ağacdan, çiçəkdən əksək, mənə elə gəlir, gözəl olar, vətəndaşla anlaşmaq olar. Amma dinləyən məmur yoxdur vətəndaşı.